Başladıq. Deməli, birinci bilməliyik ki, orqanizmin ziqotdan ölənə qədər olan fərdi inkişaf dövrü adlanır ontogenez. Bu nə deməkdir? Biz bilirik ki, çoxhüceyrəli canlılarda yumurta hüceyrə spermatozoid tərəfindən mayalanır və yaxud da yumurta hüceyrə spermi tərəfindən mayalanır. Nəticədə əmələ gəlir ziqot. Ziqot bilirik ki, bir hüceyrədir və ziqot bölünərək çox hüceyrəli rüşeymi əmələ gətirir. Ümumiyyətlə deyəcəyik ki, orqanizmin bu gördüyümüz ziqotun əmələ gəlməsindən ölənə qədər olan fərdi inkişafı adlanır ontogenez. Ontogenez sözünün mənası Yunanca ontos mövcud, genezis doğulma deməkdir. Və birinci nəyə əsas bilməliyik? Məsəl üçün, insanda, qadınlarda və yaxud da belə deyim, hər hansı birimizin fərq etməz. Ontogenezimiz başlayıbdır uşaqlıq borusunda. Yəni, insanlarda spermatozoid mayalayır yumurta hüceyrəni uşaqlıq borusunda. Və nəticədə o andan ziqot əmələ gəlir. Ziqotun bölünməsi nəticəsində isə əmələ gəlir çox hüceyrəli rüşeym. Və biz buna deyirik ontogenez və yaxud da fərdi inkişaf. Ontogenezin özü qeyd etdiyim kimi iki hissədən ibarətdir. Embrional dövr və post-embrional dövr. Birinci bilməliyik ki, embrional embrional dövr, embrion sözünün mənası rüşeym deməkdir. Post-embrional isə adı üstündə. Post sözü sonra deməkdir. Post-embrional yəni rüşeymdən sonraki inkişaf dövrü deməkdir. Birinci bu hissə rahat olduğu üçün əvvəlcə bunu deyək. Hal-hazırda biz post-embrional inkişaf dövründəyik. Yəni biz artıq embrional dövrü ana bətnində yekunlaşdırmışıq və hal-hazırda post-embrional inkişaf dövründəyik. Bu post-embrional inkişaf dövrü iki yolla gedə bilir, düzünə və dolayı yolla. Düzünə nə deməkdir? Düzünə inkişaf mərhələsində sürfə mərhələsi olmur. Yəni, bu canlılar əgər yumurta qoyursa, yumurtadan çıxan canlı sürfə adlanmır. Və yaxud da əgər bu canlı diri bala doğursa, doğduğu bala sürfə adlanmır. Sürfə sözü varsa, avtomatik biz düzünə inkişafın üstündən xətt çəkirik. Düzünə inkişaf ola bilməz. Və düzünə inkişafla gedən, inkişafı tamamlanan canlılara biz bir çox canlıları misal deyə bilərik. Məsələn, biz deyə bilərik, İnsanın özü, insanda sürfə mərhələsi yoxdur, düzünədir. Kərtənkələ məsələn, kərtənkələnin yumurtasından çıxır kiçik kərtənkələ. Biz ona sürfə demirik. Deməli, necədir? Düzünədir. Amma çoxlu misallar deyə bilərik. Məsələn, quşun yumurtasından çıxana sürfə demirik. Amma bir sıra canlılar var ki, onların inkişafında mütləq sürfə mərhələsi olur. Məhz o sürfə olduğuna görə buna dolayı yolla inkişaf deyirik. Məsələn, qurbağa deyək. Qurbağanın mayalanmış yumurta hüceyrəsi, yəni kürüsündən çıxır çömçəquyruq adlanan sürfə. Həmin o çömçəquyruq adlanan sürfə deməli sürfə olduğu üçün dolayısıyla o embrional inkişaf, post-embrional inkişaf dövrü gedir deməli dolayı. Məsəl üçün, balığın mayalanmış yumurta hüceyrəsindən çıxır deməli balıq körpəsi. Balıq körpəsi, balıq deməli sürfə çıxır, sürfə böyüyüb olur körpə, körpə də böyüyüb olur yetkin fərd. Deməli balıqlarda da sürfə mərhələsi olduğuna görə inkişafları dolayıdır. Məsələn, gələcəkdə öyrənəcəyik sfoid meduzalar sinfinin nümayəndəsi kimi Aurelia meduzasını. Məsələn, Aurelia meduzasında yumurtadan planula adlanan sürfə çıxır. Deməli, bu sürfədirsə, inkişafı bu Aurelianın inkişafı necədir? Mütləq ki, dolayı inkişafdır. Və
Dolayı inkişafın iki forması haqqında danışırıq. Tam və natamam və yaxud da qeyri-tam. Tam nə deməkdir? Məsələn deyirəm, biz həşəratları öyrənəndə deyəcəyik ki, həşəratların bəzilərində deməli yumurtadan çıxır, hamısında yumurtadan çıxır sürfə, sürfədən isə əmələ gəlir, sürfə çıxır 100%. Bu hamısında belədir. Hamısında deməli dolayıdır. İkinci bir variant nədir? Sürfədən sonra əgər pup gəlirsə, bu dolayı inkişafın tam çevrilməsidir. Yox, sürfədən sonra artıq yetkin fərq gəlirsə, artıq bu qeyri-tamdır. Deməli, həşəratlarda inkişaf zamanı postembrional inkişaf dövründə pup mərhələsi varsa, onların inkişafı dolayıdır. Sadəcə dolayının hansı formasıdır? Tam çevrilmə ilə gedən formasıdır. Qeyri-tam çevrilmədə isə onlardan yumurtadan çıxan sürfənin növbəti mərhələsi pup adlanmır. Artıq o yetkin fərdə doğru gedir. Yəni pup varsa deyirik tamdır, yoxdursa qeyri-tamdır. Bura qədər anlaşılmayan nəsə varsa deyin. Çünki əsas bunlar müəyyən qədər bəsit hissələrdir. Növbəti hissəmizdə daha geniş danışacağıq. Varmı bununla bağlı? Tamam. Yaxşı. Keçirik növbəti hissəmizə. Ümumiyyətlə yadda saxlayırıq ki, heyvanlar inkişaflarının demək olar ki, müəyyən bir dövründə inkişaf edib tam formalaşırlar. Amma bitkilərdə biraz fərqlidir. Bitkilərdə orqan və toxumaların formalaşması, e, belə deyim, onların ürüşeym dövründə deyil, məsələn, o toxumun içindəki ürüşeym formasında olanda deyil, həm də bunlarda postembrional inkişaf dövründə hər şey formalaşır. Məsələn deyirəm, biz doğulduğumuz zaman bizim bütün orqanlarımız formalaşmış vəziyyətdə olur. Amma e, bir hər hansı bir bitkinin toxumunu əkirik, ondan cücərti çıxır. Cücərti əmələ gələndən sonra ta demək olar ki, müəyyən bir dövrə qədər, hətta ömrün sonuna qədər onlarda orqan və toxumaların formalaşması prosesi dayanmadan yenə davam edir. Keçirik embrional inkişaf hissəmizə. Embrional inkişaf hissəmizdə mən sizə parçalanma mərhələsini, blastula və gastrula və neyrula mərhələlərini izah eləyəcəm. Əvvəlcə parçalanma mərhələsinədir, baxaq bura. Deməli, spermatozoidlə yumurta hüceyrənin birləşməsindən düşünək ki, əmələ gəldi ziqot. Ziqot neçə hüceyrədən ibarətdir? Bir hüceyrədən ibarətdir. Bu gördüyümüz ziqot uzununa istiqamətdə. Bax, bu xətt görürsüz uzunladır. Bunu ortadan uzununa bölür. Eninə bölsəydi belə bölərdi də. Uzununa bölübdü. Uzununa istiqamətdə böldü və 2 dənə blastomer əmələ gəldi. Və bu gördüyümüz blastomerlərin özü də uzununa istiqamətdə yenə 2 yerə bölündü. Əmələ gəldi 4 dənə blastomer. Və bundan sonraki artıq bu blastomerlər 4 dənə olan blastomer bu səfər eninə bölündü. Görürsüz eninədir. Eninə bölündü. Əmələ gəldi 8 ədəd blastomer. Sonra 8 ədəd blastomer yenə uzununa bölünür 16. Sonra eninə bölünür 32. Dolayısıyla nəyi bilməliyik? Ziqot bir dəfə uzununa bölünür. Əmələ gətirir 2 blastomeri. Bu 2 blastomeri yenə uzununa bölünür. Əmələ gətirir 4 dənə. Bu 4 dənədən sonra artıq uzununa və eninə bölünmələr növbələşir. Yəni baxın, bu 4 dənə eninə bölündü, sonra əmələ gəldi nə? Uzununa. 8 dənə uzununa bölündü, sonra nə əmələ gəldi? Gördüyümüz eninə uzununa bölündü, əmələ gəldi 16. 16 dənə təzədən eninə bölündü, əmələ gəldi 32. 32 də təzədən uzununa bölündü, əmələ gəldi 64. İndi bunlarla bağlı çoxlu məsələlər var. Test bankında da var və qəbulda da düşür. İndi mən onu deməli bir dənə səhifədə izah eləyirəm, diqqətlə baxırsınız. İndi ekran paylaşacağım, görəsiniz.
Ekranı paylaşdım. Yəqin ki görürsüz. Bir diqqətlə baxaq bura. Mən bu gördüyüm, bura yazdığım 1 ki var. Bax bu 1. Bu bir düşünün ki ziqotdur. Neçə dənə ziqot var burada? Bir dənə. Bu ziqot bayaqki o uzunluğa eninə bölünmələri izah edirəm. Bu ziqot uzunluğuna istiqamətdə bölündü. Ona görə U yazdım. Əmələ gətirdi 2 blastomer. Bu blastomerlər də uzunluğa istiqamətdə bölündü. Əmələ gətirdi 4 dənə. Niyə 2 dənə U yazdım? Çünki qaydamız budur ki, ziqot uzunluğa bölünür. Əmələ gələn blastomer də uzunluğa bölünür. Bundan sonra isə artıq uzunluğuna və eninə bölünmələr növbələşir. Ona görə 2 dənə uzunluğa yazdım. Bu gördüyümüz 4 olan artıq necə bölünür? Eninə bölünür. Eninə istiqamətdə bölünür. Əmələ gətirir 8. Blastomer bu uzunluğa bölünür. Niyə? Çünki bundan əvvəlki eninə bölünmüşdü. Əmələ gətirir 16 blastomer. Bu da düşünək ki, yenə bölündü. Eninə istiqamətdə. Əmələ gətirir 32 blastomer. Bu da uzunluğa istiqamətdə bölündü. Əmələ gətirdi 64 blastomer. İndi diqqətlə baxın. Burada 64 blastomer əmələ gəlib. Bunlarla bağlı hansı suallar düşür? Birinci sual yazıram. Məsələn, sual düşüb ki, neçə hüceyrə bölünməyə məruz, neçə hüceyrə bölünməyə məruz qalmışdır. Birinci bunu tapmaq üçün nə edirik? Bizim neçə blastomerimiz var? 64. Bu 64-dən Biri. başda olan biri çıxırıq. Qalır neçə? 63. Aha. Bir dənə bu arada bir şey deyim. Bax bu gördüyümüz 2 dənə ki var. Bax bu 2. Buna mən hüceyrə deyə bilərəm, yoxsa deyənmərəm? Diyebiliriz. Bəli. Bu hüceyrədir. Və eyni anda bu həm də nədir? Blastomerdir. Düzdür? Blastomer deyəndə ziqotu çıxmırıq. Bəli. İndi baxın. Bu gördüyümüz, bu altından ikinci xətt çəkdiyim ziqot ki var. Bu hüceyrədir yoxsa yox? Şeylədir. Hüceyrədir. Bəli. İradə Blastomer müəllim, deyil. razıyıq. Bəli, bəli. Hüceyrədir. Bəli. Hüceyrədir. Amma belə bir cümlə görün, hansı cümlə doğrudur? İstənilən blastomer hüceyrədir. Amma istənilən hüceyrə blastomer ola da bilər, olmaya da bilər. Başa düşdük bunu. Başa düşdük. İstənilən hüceyrə ziqot deyil, amma ziqot nədir? Hüceyrədir. Anladınız? Ona görə mən 64-dən biri çıxdım. Bəs yaxşı, sondakı rəqəmim 64 yox. 128 olsaydı, mən 128-dən biri çıxardım, düzdür? Güzel. Yazdım indi ikinci. Neçə blastomer Blastomer deyirsə 2 çıxırıq. bölünməyə məruz qalmışdır. Biz artıq blastomer dediyi zaman mən bu 64-dən çıxıram neçəni? 2-ni. Qalır neçə? 62.
Bu iki dənə hissəni yəqin anladıq. Nə demək istədiyimizi. Növbəti hissəmizə keçirik. Deyir ki, üçüncü sualda tutaq ki, neçə blastomer həm uzunluğuna bölünməklə əmələ gəlib, neçə blastomer həm uzunluğuna bölünməklə əmələ gəlib, həm də uzunluğuna bölünməyə məruz qalıb. İndi diqqətlə baxın. Bax, bu gördüyümüz qırmızı ilə işarə qoyuram. Bax, bu hüceyrə. Bu hüceyrə hansı bölünmə nəticəsində əmələ gəlib? Uzunluğuna. Düzdür? Hansı bölünməyə məruz qalıb? Uzunluğuna. Deməli, bura 2 yaza bilərəm. Bu hüceyrə hansı bölünmə ilə əmələ gəlib? Uzunluğuna. Uzun. Hansı bölünməyə məruz qalıb? Enli. Bunu götürənmərəm. 2 dənə uzunluğuna olmalıdır dalbadal. Bax, şərtimizə baxın. Həm uzunluğuna bölünməyə məruz qalıb, həm də uzunluğuna ilə əmələ gəlib. Bu Da gördüyüm, yoxdur da. bəli, daha yoxdur. Ona görə baxın, cavab Raymondo həmişə cavabı 2 götürülür. bəli. Hər zaman baxın, ona görə yazıram, bax. Bu sualda əmələ gələn blastomer sayından asılı olmayaraq əmələ gələn blastomer sayından asılı olmayaraq hər zaman cavab neçədir? 2-dir. Aydındırmı? Bax, yetər ki, bu şərt ödənsin. Ha, baba bu. Yoxsa bu tipli sualların hamısında cavab 2-dir deyib, ağlınız qarışmasın. Ha, aydındırmı? Şərt əgər belə olarsa, həmişə cavab neçədir? 2-dir. İndi keçirəm digər hissəmizə. Müəllim, onda ardıcıllıqla gələrsə 2 dənədir də, eyni şey uzununa uzununa. O həmişə elə gəlir. O həmişə Həmişə elə gəlir. qaydadır, bəli. Həmişə elə gəlməlidir. Başqa variantı yoxdur onun. Oldu mu? Gəldik dördüncüyə. Dördüncü belədir. Şərtə baxın diqqətlə. Neçə blastomer uzunluğuna bölünməklə əmələ gəlib və eninə bölünməyə məruz qalıb. 20 dənə, 4 16. İndi baxaq görək hansılardır. Bunları silək. Altından qırmızılayıram. Baxın. Bu gördüyümüz uzunluğa ilə əmələ gəlib uzunluğa məruz qalıb. Bunu götürmürük. Bu gördüyümüz uzunluğa ilə əmələ gəlib eninə bölünməyə məruz qalıb. Bunu götürürük. 4.
Bu enine ilə əmələ gəlib uzunluğa məruz qalıb. Götürmürük. Bu uzunluğa ilə əmələ gəlib eninə bölünməyə məruz qalıb. Götürürük. Bu eninə ilə əmələ gəlib uzunluğa məruz qalıb. Götürmürük. Deməli 4 üstəgələk 16 bərabərdir neçə? 20. Aydındır bu hissə. Keçirik Bəli. hissəmizə. Gəldik. 5-ci. Neçə blastomer eninə bölünməklə əmələ gəlib və uzunluğuna bölünməyə məruz qalıb. Gəlin baxaq. Bax, neçə blastomer eninə bölünməklə əmələ gəlib. Bunu götürə bilmərəm. Bunu da götürə bilmərəm. Bunu götürərəm. 8, Eninə ilə əmələ gəlib uzunluğa 32. bunu götürə bilmərəm. Bir də bunu götürərəm. Düzdür? Ona görə 8 üstə gələk 32 bərabərdir neçə? 40. Aydındır. Bəli. Növbəti formasını deyirəm. Növbəti belədir ki, bizə sual verə bilər ki, neçə blastomer uzunluğuna bölünməyə məruz qalıb. Deyəndə artıq sən uzunluğundan sonrasına baxmırsan. Bu uzunluğuna bölünməyə məruz qalıb, bəli. Bu qalmayıb. Bu qalıbdımı? Bəli. Bu qalmayıb. Bu qalıbdımı? Bəli. Deməli 2 üstə gələk 4 üstə gələk neçə? 2 üstə gələk üzr istəyirəm. 2 üstə gələk uzunluğuna bölünmə demişəmsə bu. Deməli 2 üstə gələk neçə? 8 üstə gələk 32 bərabərdir neçə? 42. Aydındır. Gəldik 7-ciyə. Müəllimlər, indi fasilədir. Nigar müəllimə. Əgər bu məsələ ilə bağlı zəng eləyəcəksə, həmən zəng eləsin sonra çünki eləyə bilməyəcəyik. Yaxşımı? Yaxşı müəllimə, indi zəng eləyirik. Yaxşı, oldu. Tənəffüsdən sonra görüşürük. Yaxşı.